Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında şahmat sahəsində əlaqələr genişləndirilir. Bu məqsədlə Vüqar Həşimov Şahmat Akademiyası ilə San Diego'nun La Jolla məktəbi arasında əməkdaşlıq sazişi imzalanıb. İmzalanma mərasimi Şahmat Akademiyasının prezidenti Sərxan Həşimovun iştirakı ilə San Diego Dövlət Universitetində baş tutub. Ali təhsil müəssisəsində ilk dəfə olaraq Azərbaycan günündə keçirilib. Tədbir iştirakçılarına ölkəmizin zəngin tarixi, mədəniyyəti, musiqisi və mətbəxi haqqında məlumat verilib. Baş konsul Vüqar Qurbanov ölkəmizin multikulturalizm sahəsində nümunəvi dövlət olduğunu vurğulayıb. Azərbaycanın regionun inkişafında həlledici roluna diqqət çəkib. Tədbirdən sonra San Diego Dövlət Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Azərbaycanla təhsil sahəsində mümkün əməkdaşlıq müzakirə olunub. San Diego'nun Kusi TV kanalında canlı yayıma qatılan Baş konsul Vüqar Qurbanov və Grossmeister Vasif Durarbəyli Azərbaycan haqqında sualları cavablandırıb. Bundan başqa San Diego şəhərində Azərbaycanın Los Angelesdəki baş konsulluğunun dəstəyi ilə 7-ci şahmat turniri keçirilib. San Diego Azərbaycan gənclər arası şahmat turnirində 8-18 yaşlı idmançılar mübarizə aparıblar. İlk 3 yeri tutan şahmatçılara diplom və hədiyyələr verilib. Həmçinin bütün iştirakçılara Azərbaycana dair müxtəlif suvenirlər təqdim olunub. Silsilə tədbirlərin davamı olaraq Azərbaycanın Los Angelesdəki baş konsulluğunda Grossmeister Vasif Durarbəylinin iştirakı ilə şahmat həvəskarları üçün görüş təşkil edilib. Ustad dərsi verən Durarbəyli onlarla yoldaşlıq oyunu da keçirib.